Əzəldən adamda ədəb gərəkdir. Nadandan ummağın nə faydası var? Mərifət götürə körpə vaxtında, qırxında qanmağın nə faydası var? Atanı ananı sev sağlığında, gəzdir başın üstə dur qulluğunda, son anda yetişib can yatağında hay həşi salmağın nə faydası var? Yalansa nəfəsin, yalansa sözün, yoxsa bəsirətin, körsə qəlb gözün, daş yığıb minada əllisin, yüzün, şeytana atmağın nə faydası var? Qəlbində yer varsa küfürlə şərə, sitem etmisənsə yetim fəqirə, gedib Kəbədəki qara Hacərə əllə toxunmağın nə faydası var?